ثُمَّ تَجِئُ فِتَنٌ يُرَقِّقُ بَعْضُهَا بَعْضًا فَيَقُولُ الْمُؤْمِنُ هَذِهِ مُهْلِكَةِ. Sonra da bir-birinin arxasınca fitnələr gələcək. Allah akbar. Deməli, bax, bizi nəyə öyrədir? Öyrədir ki, Allah Rasulü hər şey çatdırıb. Və sonra deyir ki, ən salamat da birincilər, yəni onlara tabi ol, fəhmdə. Mən çatdırdım, onlar başa düşdü, əməl etdi, ən salamat onlar oldu. Sən də onların yolu ilə get. Ulaikellezine hedahumullah fe bihudahu muqtadi. Bir onlar Allahın hidayət etdiyi kəslər idi, sən də onların yolu ilə get. Və sonra nə deyir? Və sonra deyir, axırıncılar isə bəla əhlidir. Allahu akbar. Mütəkəllimlərə nə böyük rədd var. Yəni, ey mütəkəllimlər, ey əşarilər, ey mu'təzillər, üç nəsildən etiqad götürürük biz. Afiyyət üzərinə etiqad götürmüşük. Siz 4 əsr sonra etiqad götürmüşsünüz. Bəla vaxtı, müsibət vaxtı, biz salamatçılıq vaxtı. Necə ola bilər ki, biz bəla içində olaq, siz salamatçılıq içində olasınız? Subhanallah. Bax, ona görə biz həmişə deyirik ki, sələfin fəhmi, sələfin etiqadı, sələfin yolu. Nəyə görə? Çünki sələf salamatçılıq üzərində olub. Peyğəmbər sallallahu aleyhi ve sellem öz qızı Fatiməyə nə dedi ki, ni'məs sələfu ənə ləki. Dedi ki, mən sənin üçün nə gözəl sələfəm, yəni məndən ibrət al. Sələf yəni o mənada. Yəni, bu Allah Azze ve Celle deyir, وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذ۪ينَ اتَّبَعُهُمْ بِالْإِحْسَانِ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ. Deyir ki, dində hamını ötüb keçən birincilər, muhacirlər və ansarlar və dində onlara ən gözəl şəkildə tabi olanlar, Allah onlardan razıdır. Vəssalam. Deməli, Allah doğru yolu qoyub bizim üçün. Nə axtarırıq ki başqa? Doğru yol var. Quran var, sünnə var, sahabənin fəhmi var.